Salam. Necəsiniz canlarım, ballarım? Ay ben bu girişi çok sevdim. Bugün ne günüdür? Aile günüdür. Yaşasın. Vlog izləmiş sizə. Masterclass vlogu. Baxın bugün həmin gündür. Ragif həminiz evdədir. Gedirik. Aşkım keçsin sən. Çok geçsin ha. Yer yok. Ha. Gedirik. Novruz yarmarkasına. Önce Şevaş'a bir dəst bir şey almaq istəyirəm. Görərək tapa biləcəm. Sonra gedirik. Maşana daydın. Gedirik Novruz yarmarkasına. Yaşasın. Mən sevinirəm, bunlar sevinmirlər. Siz kim oxşamısınız? Atız gəzmək üçün ürəyə gedir. Ay mama. Nədir? Nə cips alırsın? Ha, olsa onun stendi alarım. Alırım. İnşallah. Ne? İnşallah bilirsiniz ne istəyir. Doritos'un stendi var. Daha salat. Salat. Ondan istəyir. Tapsaq alarıq. Hadi düşə gedək. Düşə gedək. Mama. Düşə gedirik arkadaşlar. Eymel. Hə, oxuyur güya. Nə oxuyursan? Haraya? Amerika nədir? Sevoş Amerika nədir? Ay gözümde açkı var, elə bildim yıkıldım burada, ayağımın altını nəsə gördüm. Elə bildim yıkıldım. Ha. Ay Allah, bunlara bakın. Kıştıklar. Şu. Ya gel Allah, bu uca gitti ya. Oluş. Oluş. Bir de oku annesinin tatlısı yoku. Ha, şurada gedək. Ha, sen de oku. Ha, da gel. Bu dişini. Tapanca. Ah, kokmuş. Tapancanı ver. Nerede kaldı ay balam? Ha? Oh. Gör, Ragif bilmir, sizle danışırım, yoğunla danışırım. O da pişiydi. He. Nerede kaldı? Tapa bilmiyorum magazini uşaqlar. Hop, buradayız. Getdik. Ne kadar yer? Ha. Oh. Bu da gedib götürür. Her şey, bu uşağın sayını çıxardın sənsən valla. Sevroş. Getdik. Sevroş üçün hiçbir şey tapa bilmədik. Evet, getdik. Tapa bilmədik hiçbir şey Sevroş üçün. Gəldik şəhərə. Şəhərdə yarmarkalar var. Novruza görə, bahara görə şəhəri çox gözəl bəzəyiblər. Dedik ki, sizə də göstərək və sizinlə birlikdə gəzək. Bugünkü çəkilişi Ragif'in telefonu ilə edirəm. Çünki mənim telefonumda Arkadaşlar buraya daha Rauf. Aşkım bir şeye getmirik, gel. Ben buraya arkadaşlar. Arkadaşlar. Hə. Hə, şurada gel. Allah, o tapancanı itirəcək o Ragif. Koyram tapancasını. Hə, gəlin daha, bəsdir. Koymuşsun ki ya. Hə, verin. Tabanca kaldı orada. Harada qaldı? Maşında. Biri kaldı maşında. Hə, Ya, ev yoxdur. sevmə. Səvaş gəl. 5 metr yol gedə bilməmişik. Uşaqlar bunların əlindən bayaqdır. Tapmışsan. Kapı. Hadi gəl. Bu pozisyonlarına çox bax be. Düş gəl da. Ne? Gel. Düş gəl. Allah. Aa! Ada. Uşaq değil, katil bebek Chucky'di, Chucky. Gedirik. Ne? Tam sen eləyirsən, ha uşağın biri. Bu tərəf içəri şəhərdir. Bu tərəf də Targovodur. İndi gedək, görək hansına gedirik. Hə. Hadi gel Sevoş. Bir bakın orada arkadaşlar. Orada gedəcəyik. Bu tərəfə də gedəcəyik. Hə. Geldik, çatdık içəri şəhərə. Belə göstərim sizə. Ha gel. Taraf bir stende yaxınlaşıb. Ha ya. Bak bunun canı. Gelin. Gəlin. Hə, eşidirəm səni, dinlə. Canı. Hə, yaxşı.
Hə, yaxşı. Hə, yaxşı, alaram, gəl. Gəlin bura. Görək içəri şəhəri necə bəzəyiblər. Görək. Ay bala. Bakım sənə. Nə gözəl görünürsən. Savaş sən də bax. Bəli dostlar, videonun bəzi yerlərində səsləndirmə edəcəm. Çünki mahnı var və hər zaman kimi YouTube mahnı icazə vermir. Müxtəlif cür sistemlər qurulmuşdur və inanırsınızmı, onların heç biri mənim diqqətimi çəkmədi. Heç birinə baxmaq belə istəmədən düz yolumuza davam etdik. Desəm də inanmayın, əlbəttə ki Sevra və Raufdan bu mümkün değildi. Onların marağını çəkən sistemlər oldu, dayandılar. Hətta qarşınızda o səhnələrdən biri. Mama, Arkadaşlar. sabah bundan alarsan deyə yolumuza davam etdik. Arkadaşlar çok güzel oyuncaklar var idi. O kadar güzel idilər ki. Düşürdü hatta gören kimi tuturdum elimle. Sən yox idin, o varındı. Onlardan birinin bibi toxuyub, birində xala toxumuşdu da. İkisindən də varın idi. Hə, yenə narazısan. Və hər zaman kimi itfaiyeci arabası görən Rauf heç durmadan arxasıca qaçır. Ben de dalıca kaçtım. Aman sen eksik kalma zaten. Baxır orasına burasına deyir, yo bu mənlik deyil. Bu balacadır. Sonra yolumuza devam eləməyə çalışırıq. Sənətkarlıq bazarı deyə bir yerə gəldik. Görək burada nə var. Bugün vlogumuzda sizə Bakı şəhərinin müxtəlif yerlərini gəzdirəcəm. Özümə turistik şəkildəki yer oxşamadı. Hə, Ragil. Şəkiyə oxşamadı. Gəl. Müxtəlif qab-qacaq yerləri falan var. Nə istəyirsiniz var da, yəni normal bazarların biraz qədimi və müasirləşdirilmiş formasıdır. İçərisində baxın, belə qablar var. Belə, gördünüz? Handmade əl işləri var. Belə bir yerdir məsələn, uşaqlar. Bizimkilər də burada. Baxın. Məncə daha getməyə ehtiyac yoxdur, gedək. Çıxırıq buradan. Bulvara da bax. Bulvara çatmaq üçün, işıqlı havada da bulvarı görmək üçün gedirik bulvara. Gəl. Bulvara gedəcək. Haydi bakalım, gidiyoruz arkadaşlar. Haydi. Arkadaşlar yere bakın bir tane. Geldik, hara çatdıq. Hə, narahatdır burada yerimək. Aşkım, Qız Qalası harda qaldı bəs? Görəsən indi çıxış var Qız Qalasına? Çıxaraq Qız Qalasına. Niyə? Prosta çıxaram Qız Qalasına. Prosta indi Qız Qalasına çıxsaq, bulvara gündüz vaxtı çata bilməyəcək. Yəni oranı gündüz çəkə bilməyəcəm. Qız Qalası uşaqlar. Hə. Qız yox, matruşka. Gəl, sən Allah gəl. Gəldik çatdıq. Bakın. Ora düşmək olmaz. Ragif özünü turist kimi aparır. Gel. Kızım gel. Gel buradan gel. Evet, bizimle gezirsiniz. Halimi bırakma olma. Ay Allah, arkada qırğında. Bir də əlimi bırakma, bu deyir bırak. Bugün indi istəmirəm. Çata bilmərik şeyə. Bulvarın işıqlı vaxtına. Qaralacaq hava. Saat neçədir ki? Araba elə dar yol bu keçir. Mənim klostrofobim var. Qapalı. Hə. Gel Raf gel. Çayam. Gel. Hardan keçəcək? Bakın. Şu gel. Her yerde mahnı var. Her yer. Ha gel. Her yerde mahnı var. Her yerde mahnı var. Ben necə eləyəcəm? Mən necə çəkiliş eləyəcəm? Her yer mahnıdır. Hələ bulvarın mahnısı. Aşkım, el ayağımı sındır. Yaxşı. Tətildə axı. Tətildə evə qapanmalıyıq biz. Buradan gedin. Ey, düzgün yeri. Hə, nə bilsən, elə biləyəm. Uşaqlar, videonun mənim səsim hal-hazırda çəkə-çəkə danışdığım hissələrində asla susmayacağım. Sussam mahnı düşər. Ona görə də deməyim bu qız nə qədər danışır. Belə, gidirik.
Çatırıq bulvara. Bizim maşınımız qaldı harda? Oo. Biz böyle gidip geçmeyiz. Yo, qəti şəkildə. Qəti şəkildə olmaz. Qəti şəkildə olmaz. Olmaz. Mən ondan qorxuram. 50 ver. Ey bacı. Hə, Rafın başına baxın. Bu necə şafa bak qoymaydı. Bir qulağı çöldə qalıb. Kabe'de hacıları hu der Allah. Oraya gidiyor arkadaşlar. Böyle kız galasını göstereyim size. Gidiyoruz. Raf ölçenin turizmine zarar verir arkadaşlar. Tuttu bir tane İngiliz'i vurdu orada. Bir Azerbaycanlıları bıraktı, oğlum İngiliz'e geçti Ragif müəllim. Bu konuda ne demek istiyorsunuz? Azerbaycan'ın turizm sektörüne büyük bir zərbədir bu. Oğlan geldi İngiliz dilinde Raf'a nasıl dedi gitti. Başka sen söyledi. Bence senin sesin de batıp. Merhaba. Bence senin söyledesin üstüne söyledi. Allah hakkı. Ay Allah. Dedesin üstüne söyledi. Haber olmadı. Görürsen. Hey. Deyirsən istediğin gülden koyublar. Derin benim. Eləməsə uğraş. Bizi girişte böyle bir şey karşıladı arkadaşlar. Yok, bu sefer bu tarafa gedirik. Çiçeklerin yanına gedirik. Bakıya gelen bütün başka ülkelerden olan influencerlar deyir ki şehre girdik, burada bir toplantı olur. Kişiler bir yere yığışıb, gelip görürük ki bəzi şeydə şahmat oynuyorlar. Yani bütün başka ülkelerden gelen influencerlar aynı şey değiller. Benim minik babylerim. Ay üşüyorlar. Bakak. Navrusya. Arkadaşlar sen onu gördüm yoldaşım benden dalaşıyorsun onu niye tanıyorsun? Zaten buralara mahnı koyacağım. Zaten ben tanımıram. Ya. Neye götür? Neyi yürüyorsun? Yürü. Aa, kimisi az günü geldi burada keçirmeyin. Bu daha 12 var, rəqəmi var orada. O bütün TikTok'da, YouTube Shorts'larda çəkirlər. Sonra Instagram Reels'larında gördüğünüz o məşhur çiçekler budur arkadaşlar. Bakın. Budur. Yani doğal bir şeyler. Hani? Ha orada. Gel buraya. Yani boz. Boz götür. Hı? Uşağım gedib avokadda. Tabii Ali qalxdı anası kimi. Top dur atma. Top dur. Bırak oy. Qoca şişlər kimi gülənmirəm. Gülən kimi öz sürət tutur. Bu atma ha. Ay bala nə qarşı? O boyda doğalı yerlersen koy yere. Qoy ora. Armut. Armud. Hani armud? Evet. Yine mahnı olduğu için seslendirmeyle devam edelim. Apardım. Sen de aparmıştım he. Kadar. Oh canım. Seslendirmeyle devam edirik. Belə müxtəlif tür stendlər var idi və yenə şaşırdınız mı bilmirəm amma heç bir stende yaxınlaşmadım. Çünki mən kalabalıqda ürəyim sıxılır. Ora bir yaxınlaş, neysə bax asla dözə bilmirəm. Ürəyim sıxılır. Mənlik deyil. Yəni yenə deyirəm başım başım səs götürmüyor years old. Raf her zamanki kimi yenə kola görür və bizi kola ata şaba bundan alaşan. Bir şey öyrənib uşaqlar nəsə istəyən kimi sırası demir. Şaba bundan alaşan. Eyni belə deyir ağlaya-ağlaya. Ata şaba bundan alaşan. Ata deyir ki yaxşı alaram. Həmişəki kimi ağlaya-ağlaya get. Bismillah qorxdu. Sevraş oturub nənənin qucağında yuxu açırdılar burada. Ətraf çox gözəldir uşaqlar. Amma mən bilmirəm mən bura nə vaxt gedim ki İnsan az olsun, qəşəng şəkillər çəkə bilək. Hə, dinə. Xəmirə baxın, daş kimi idi. Qabı da götürmək olurdu. Hə, Sevroş düşmək istəyir, deyir ki, bizə kömək eləyin sonra. Digər tərəfdə də hər çərşənbəyə uyğun, məsələn, ot çərşənbəsi, torpaq çərşənbəsi, su çərşənbəsi, yəni hər çərşənbəyə uyğun bir qız qoymuşdular ora. Sevoş fındıq tapıb uşaqlar. Az nə ağarsan, ağırdı. Baklavadı.
Getirin bir tane kapak fotoğrafı çekeyim. Geçtik Targova'ya uşaqlar. Gedək görək. Hə, Ha. saçın qırtdırmaq istəyirəm. Gel. Sevr, hoş gel aşkım. Geçtik Targova'ya. Gedək görək. Burada ne yenilikler var. Bu il yarmarkaya nedense tez gelmişik. Her il bir 10-15 gün sonra gelirik. Yeni ildə, yəni Novruz bu ildən açılıb mən bilən. Səhv etmirəmsə. Sənlə danışıram aşkım, izləyicilərlə yox. Bu il tez gəlmişik deyəsən. Hə. Nədənsə necəsə bu 200 gün açılıb. Gəldik görək, nə var nə yox. YouTuber olandan sosiallaşmışıq uşaqlar. Daha çox gəzirik. Amma yox, əvvəllər daha çox gəzirdik, harasa gedirdik. YouTube açımın daha az gəzirik. Yes, gözün çıxar. Gözün çıxar Ragif. Ehtiyatda heç amma niyə geyinməyi unudublar da, yəni. Nə səbəbə? Geç geç. Bakıyoruz. Sonra geldi Sevra Doritos istedi. Doritos alırdık burada onun için. Dadını sizinle birlikte ilk defa sınadı. Burada çok heyecanlıdır. Ben merak ediyorum dadını diye durmuştu. Neceydi dadı? Necə sevilir? Neceydi dadım? Əlaydı. 10 üzərindən 100'dü. Bilirsiniz niye beğenmedi? Onun içine qara lobyaydı, neydi? Ondan katmışlar. Ben de lobya sevmirəm, ne yalan deyim. Sevoş da sevmədi, hiç beğenmedi. Hazırlama prosesinde sizin için çektiğim lobya, ne bileyim qaro. Birinci lobya değildi, axırdı. Bu değildi, lobya değil. Birinci lobyada toyuq, neydi? Kukuruz da, qarğıdalı. Qarğıdalı, ne bileyim, ne kadar şey qatdı içindən, sonra mayonez falan vurdu. Sonra ketçup çok tatlı oldu. Mən də evdə bir dəfə hazırlayacağam onu. Amma qara lobya atmayacağım içine. Yani bize qara lobya zaten alınmır. Hə. Biz birimiz sevmirik. Aha, Sevroş tadına bakır sizinle birlikte. Görək dadını beğeneceğimi. Videonun sonlarına doğru o lobyaları hamısını Ragif'e yedizdirdi. Yazık kocam. Qalanını da özü yedi. Amma qalanın cipsimi qutardı, sonra dedi ki lobyavı yemişəm. Kim? Ata qutardı cipsimi. Yaxşı elədi, Sen maşında yatanda ata götürdü lobyamı yedi. Sonra dedi ki alay lobyavı yemişəm. Cipsini yedi. Hə. Yazıqdır da yeməlidir də. Pulunu verib, almalı deyil, yeməli deyil, yeməlidir. Rafi yine belə şeyləri sevmirdi, yemədi. Sevra oturup burada. Eyni zamanda ailəvi dostlarımız gəlib bizə qatılacaqdı. Onları gözləyirik. Videonun devamında onlarla birlikte olacağıq. Hələ ki biraz özümüz gəzirik ki, vaxt keçirək, onlar da gəlsinlər. Burada da uşaqlar oyuna dalıblar. Deyə bilərsən. Arkadaşlar size çok maraqlı bir tane yer gələcək. Onu da day demirik, sürpriz olsun. Nə qorxu uşaqlar, mən necə qorxmuşam. Mən hansı ağılla denən gedib şey girə, ağlayır. Şaşırdınız mı? Bəli. Hayır. Nə? Rəfiqəmlə danışdıq ki, gəl Xoxana gedək, görək içəridə nə baş verir. Getməz olaydıq. Uşaqlar, mən necə qorxmuşam. Allahım, inana bilmirəm, yəni. Bir də olsa bir də gülərmiyim, asla. Mən qələt eləyərəm. Mən İzləyin gülərdim. bakalım. Məni qorxudarıma demişəm. Bismillahirrahmanirrahim. Ceynep'e aslında tam uzak hasta.
Rəfiqəm qorxdu, geri qayıtdı. Sonra gördü ki, yox, biletlərimiz batır, dedi, cəhənnəm olsun. Gedək girəyəm, fazla nə ola bilər ki, dedi və nələr olmadı ki. Uşaqlar təsəvvür edin, o boyda yeri bir dəqiqəyə çıxmışıq da, yəni. Nətər qorxduqsa, həqiqətən çox pis idi, çox pis idi. Ay, üstümüzə nələr cumdu, içəridə tabut, mabut, ay, asla girməyin ora. Bəli, qorxduqdan sonra gəldik, oturduq yemək yeməyə, çox acmışdıq. Uşaqlar da hər zamanki kimi kartofildən başqa bir şey yemirlər. Qarnımızı doyurduqdan sonra uşaqlar bir-biri ilə biraz oynadılar. Çünki çoxdan da görüşmürdük. Sevragil xəstə olduqda Qışda şap elə. Sevaş kimi elə. Oynadılar, həsrət gidərdilər. Biraz vaxt Sevaş kimi elə. Hə, geçdikdən sonra evimizə döndük. Bu qədər videomuzu bəyəndinizsə Kanalımıza abunə olun, like atıb, yorum yazmağı unutmayın. Öptüm sizi. Hələlik uşaqlar, abunə olmağı unutmayın. Abone olmayı unutmayın.